Həm də mövzu ağırdır. Biraz, yəni biraz diqqətli olmalısan, tutmağa mövzunu. Biraz çox danışsam artıq baxacaqsınız, tuta bilməyəcəksiniz. Ona görə hələ sağlam rahatçılıqdır. Birinci Pirdən istəyənə müsəlman demək olar. Əgər cahilliyindən eləyirsə, bilmirsə, eləyir. O istəyən də cürbəcürdür, gedib orada istəyir Allahdan və ya deyir, ya Rəbb, onun hörmətinə. Eləsi var, deyir ki, sən ged istə Allahdan, mən utaram. Eləsi də var ki, gedib birbaşa ondan Mercedes istəyir. Məsələn, meyyiddən. Yəni, fikir verirsən, istəyənlər 4 növdür. Azı. Ona görə gedib bir dənə orada əllərini qaldırsa, ona deyəmərik o saat. Sən müşriksən. Gördün, deməli, təfsilata ehtiyac var. Bilmək lazımdır dəqiq adamı ki, hükmü də dəqiq verəsən. Əməlidə bidətdir, yoxsa şirkdir, küfürdür. Amma birdən cahilliyindən gedib deyirsə ona nəsə, o kafir deyil o. Kafir deyil, ona çünki hüccət çatmayıb ona cahil olduğunu görə. Gedirəm ora şəfaat oxuram, bu insana dəvət edirsən, elə ki, 1 il, 2 il, 3 il, yəni gözəl tərzdə dəvət edirsən də normal şəkildə. Həmən şəxs ölür, amma həmişə ölülərin üstündə edir, ondan da istəyir. O şəxsi ölərsə, onu müşrik müamiləsi eləmək olar, yoxsa olmaz. Yox, olmaz. Nə qədər ki, əgər ona kafir hökm kəsilməyib, olmaz. Müsəlman müamiləsi eləmək lazımdır. Çünki tutduğundan buraxmır da. Aydındır. Ola bilsin, sən dəvət ki, başa salmışsan, ona çatmayıb. Ola bilsin, sən deyirsən gözəl şəkildə. O sənin düşüncəvə görə gözəl şəkildədir. Onun düşüncəsinə görə hansı şəkildədir. Sən doğrudan o haqqı çatdıra bildin, bilmədin mi? Hətta mən rast gəldim bir dəfə, bu vaxtda özü məscidin yanında qanunlardan idi, Əbu Bakrin yanında. Söz soruşur, deyir ki, arvad, qoca arvad, deyir ki, yalan deyirlər. Üzümüzə deyirik, qulağımız eşidik, yalan deyirlər. Yəni, etiqad deyir ki, biz yalan danışırıq. Ona görə ola bilsin ki, sən getmişsən, məsələn, deyək ki, saqqalla dəvət etsən, fikirləşək ki, məsələn, Vahabidir. Öyle deyək ki, hansı bir sufi tərəqətindəndir, məsələn. Fikirləşək, bu da Vahabidir. Onların, yəni, nə deyirsə, hamısı öyrədilmişdilər, İngilizcə sudlar, məsələn, göbəcür, məsələn, sözlər aydındır. Və artıq özündə bir sipər yaradıb ki, səndən söz qəbul etməmək kimi. Amma ola bilsin ki, eyni dəlili başqa birisi desəydi, ona qəbul edərdi. Aydındır. Və həmçinin etdiyi din görür. Öz şeyxindənmi, əfəndisindənmi, məsələn, o kimindənsə öyrənib ki, bu doğrudur. Yəni, Allaha bu cür yaxınlaşır. Yəni, etdiyini İslamdan görüb, etdiyinə görə ümumiyyətlə, xülasəsi ona son hökm kəsilməyincəyə qədər hansı bir alim tərəfindən, bir bilən tərəfindən ki, doğrudan da o İslamda payı yoxdur, yəni kafirdir, ona müsəlman naməsi olunur. Hətta şirki küfrü olsa belə də onun üzərində ölsün. Elm əhli də ki, ona hökm kəsə bilməz. Biz də müsəlman kimi yanaşırdı ona görə. Məsələ buna bağlanır da. Tutduğunda, o kör deyir, tutduğuna buraxdım. Başa düşdüm. Deyir ki, mən o pirləri deyir, tərk eləsəm, deyir, mənə qənim olar, deyir. Mən ora getməsəm, deyir, mən deyir, filan kəs getdi, ağzına elə düzəldi, məsələn də. Qardaş, ola bilsin ki, hətta ola bilsin, həqiqətdə onun hükmü kafir olsa belə, lakin hökm kəsilmədi ki, biz onun müsəlman müamələsindəyik. Ola bilsin, həqiqətdə o Allah dərgahında kafirdir, məsələn. Amma mənim elmimə görə ona hüccət çatdığı, ondan şübhələrin qalxdığını bilmirəmsə, aydındır, mənim müamələm onun müsəlman kimi olmalıdır. Hər bir halda biz bilirik ki, Allah subhanahu ta'aladan qeyrisinə qurban kəsən və xüsusən də ki, ona bu çatdırılıb, başa salınıbsa və inad edir, əməlindən dönmürsə, yəni bir də bir kəs Allahdan qeyrisinə qurban kəsərsə, o olduğu halda müşrik sayılırmı? Nə olduğu halda? Yəni həmin an. Həmin an, yəni müşrik sayılır. İbn Qeym rəhməllah deyir, yəni əgər bir nəfər Allahdan qeyrisinə qurban kəsərsə, o olduğu halda istər-istəməz müşrikdir. Bilmirəm, İbn Qeym rəhməllah necə deyib onu, harda deyib onu. Kimlər üçün deyib? Hər bir halda hökm, yəni orada belə şəriətdə hökm yoxdur, yəni həmin anda, o andan sonra belə şey yoxdur. Yəni. Zahirən müamilə. Hə, o verirsənsə o başqa məsələdir. Amma belə şey yoxdur ki, yəni həmin anda o insan tutaq ki, müşrik olur.
soğuran belə şey yoxdur. Yəni müşrikdirsə müşrikdir. Onun dindən çıxmasına üzr varsa, üzr var. Aydındır, belə götürülür. Vəssalam. Yəni belə götürək. Qardaşım inşallah verdiyi sual budur ki, inşallah bu günləri məsəl üçün özlərini İslam'a nisbət edənlər Allah arasını qəbul edirlər. Lakin müəyyən şirk barədə olan hökmlər onlara çatmayıb. Onlarla müamilə necə olmalıdır? Onlar təkfir edilirmi, edilmirmi? Yoxsa müəyyən maneələr olmalıdır? Həmin bu onların Həmin sualda yoxsa o sual deyil. İnşallah olmuyor. İbn Qeym rahimehullah deyir, yəni əgər bir kəs Allahdan qeyrisinə qurban kəsərsə, o istərsə höccət çatıb, yəni höccət çatmamış belə o müşrik kimi müamilə edilir, amma təkfir Elə sözə İbn Qeymin inanmıram olsun. Yoxdur, çünki yəni yoxdur belə rahat deyə bilərəm. Yoxdur. Harda oxumusunuz onu? İxtilaf olan məsələ ikrahdan sonrakı məsələlərdir. Yəni təvil, məsələn, məsələyə yozumlu yanaşmaq, təvil etmək, həmçinin unutqanlıq və ya səhvən, həmçinin cahillik, bilməməzlik və ya pis tərbiyə, yetişdiyi mühitdə, həmçinin təqlid, yəni ana-atasını təqlid edib edir, bilmir heç nədir, təqlid girir bura. Bunlarda alimlər ixtilaf ediblər. İxtilaf da necə ixtilaf ediblər? Bu da yəni elmi əmanət olaraq deyim ki, hətta hər şey öz yerinə otursun. Əslində bunda da ixtilaf olmuyor. Yəni qədim alimlərə baxsaq, qədim alimlərə, elə onlardan biri İbn Qeym, həmçinin Şeyx İbn Teymiyyə, rahimehullah, İbn Həzm və qeyrilər, yəni qədim bütün alimləri götürsən, o alimlər hamısı təvili, xətanı, nisyan, yəni unutqanlığı, təqlidi, həmçinin cəhaləti ikrah kimi üzr görüblər. Aydındır? Lakin son, belə deyək də, 2-3 əsrdə olan alimlər və o alimlərdən bəziləri bu məsələdə ixtilafa düşüblər. Belə qədim alimləri götürsə, qədim alimlər də, yəni bütün əqidə, fiqh kitablarda hamısı deyiblər ki, ikrah üzr olduğu kimi cahillik də üzrdür, təvil də üzrdür, nisyan, xəta hamısı üzrdür. alimlər deyəndə ki, həmən vaxtda o üzrdür, ora kimi onların hökmü nədir? Onlar necə müamilə? Hər halda üzr görübsə demək kafir deyil, müsəlmandır. Bu ayrı məsələdir. İndi bəzilər də deyir ki, yox, həmən momentdə kafirdir, axirətdə nə bilim, baxır indi vəziyyətə. Deyir, axirəti bilmirik, amma bu dünyada elədir. Axı, bir insan müsəlmandır. Burada başa düşülməli heç nə yoxdur, yəni. Bir insan müsəlmandır. Hə? Və həmin insanın boğazına bıçaq dirənsə ki, Allah və Rasulunu söy və söydü. Və sən də bunun ikra altında olduğunu bilirsən. O insan belə deyirsənmi ki, ona bu zahirən dindən çıxdı? Yox, deyir. Deyirsən, həmin anda dindən çıxdı. Belə şeylər deyirsən, onun hökmü nədir? Müsəlman. Yəni, kafir deyilsə nədir? Müsəlman. O bir məsələlər də belədir. Eyni adam bilmir bu əməl etmək şirkdir. Sən deyə bilərsən buna müşrik? Yoxdur. Çünki bilmək şərtdir. Cahilliyi maniyədir. Başa düşdünüz? Elhamdülillah. Biri deyir ki, Rəşad qardaş, vallahi bilir bu əməl etmək şirkdir. O birisi nədir şərt dediyin? Bu bilir. Bu bilir ki, bu əməl küfürdür. Edir. O birisilər var idi. Nədir o? Təkfir eləmək istəyirəm bunu. Yəni, dözmür yəni. Aydındır. Nə dedi? Saydır. 6 demişdin. Biz deyirik ki, qəsdlə etməlidir. Qəsdli. Qəsdlə etmək şərtdir. Maniyəsi hansıdır? Xəta, səhvən. Səhvən etdi. Qardaşım, görmüsünüz? Bir insandır. Məsələn, doludur da belə bizdə daha çoxdur. Şirk eləyir. Ölülərdən kömək istəyir. Bu şirkdir. Allahdan başqasına dua eləyir. Ölülərə, qəbirlərə. Deyir, dəlil var əlimdə. Yaxşı əməllərdəndir. Təvil edir. Şübhə. Şübhəsi var. Təvil. Təvəssül icazəli sayır ölülərlə. Təvil. Yəni, əlində şübhəsi var. Təvil etməməlidir. Təvilsiz etməlidir. Aydındır? Yəni, təvil etməməsi şərtdir. Təvil etməsi maniyədir. Aydın daxı? Dindən bilir. Deməli, nə lazımdır? Sən kəşf edəsən onu. Şübhəsini bəyan edəsən. Yəni, hüccət qaldırasan. Başa düşdün daxı? Deməli, bir insanın verilir ki, Allah subhanahu teala insanları
şirk məsələsində cəhalətini qəbul etmədiyi halda siz, yəni biz, onların cəhalətini necə qəbul edə bilərsiniz? Sadəcə la ilahe illallah dediklərinə görə. Və bununla yanaşı şirkin bütün çeşidlərini etdikləri halda onları müsəlman adlandırırsınız. Demək, cəhalətin üzürlü olub olmaması barədə ayrıca dərsimiz var. Onu kanalımızda axtarıb, tapıb dinləyə bilərsiniz. Lakin qısa şəkildə bildirim ki, Allah Subhanahu İsra surəsinin 15-ci ayəsində buyurur: وَمَا كُنَّ مُعَذَّبِينَ حَتَّى نَبْعَثَ رَسُولًا وَمَا كُنَّ مُعَذِّبِينَ حَتَّى نَبْعَثَ رَسُولًا. Biz elçi göndərməmiş heç bir ümmətə əzab vermirik. Bu dəlildir ki, hər hansı bir şirk edən, küfr edən kimsəyə əzab verilməsi üçün hüccət qaldırılmalıdır. Yəni, haqq ona çatmalıdır. Haqq ona çatmayıbsa, o fitrət əhli sayılır. Haqq ona çatdıqdan sonra əgər şirk küfr edərsə və bunu bilərəkdən edərsə, heç bir maniyə onun qarşısında olmazsa, o zaman artıq o müşrik kafir sayılır. Dili ilə şəhadəti gətirdi və qəlbi ilə də bunu qəbul etdi. Artıq mümindir. Hüccət nədir? Qurandan ayə getiririk, deyirik ki, فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّى يُحَكِّمُوكَ فِي مَا شَجَرَ بَيْنَهُمْ. Bu ayəni getiririk ki, onlar sən iman getirməzlər, hətta Peyğəmbər s.ə.v-dən dəlil getirməyəcək, Peyğəmbər s.ə.v hakim çıxarmayacaq. Deyir, Allah'a and olsun ki, mən burada sünnəyə qayıtmayacaq bu məsələlərdə. Bu da adama nə deyirsən? Əməlli başı küfr edir, ölməsə küfür kimi, kafir kimi ölüb gedəcək, mandar olacaq. Tövbə eləməsə. Hüccətdən danışırsan. Hüccətdən nəyə danışırsan? Bəli, Şeyx Fovzan Hafizahullah bu kəlmələri deyib, lakin deyirik ki, bu kəlmələri haqdan uzaqdır. Şeyx başımızın tacıdır. Lakin deyirik ki, şeyxdir, digər alimlər kimi xata elə bilər. Və bizə də vacib deyil ki, bu məsələdə Şeyx Fovzanın sözünü götürək. Deyirik ki, Şeyx Fovzandır, ola bilər, xata edib, hər şey ola bilər. Lakin bu deməkdə sözü haqdır. Bu kişinin İslam üçün qoyduqları vallahi əzəmətli bir şeydir. Bundan sonra heç kəs onu irzatı tam eləyə bilməz. Bu Şeyx Albani əməllər imanın kamilliyi üçün. Sən baxırsan ki, Şeyx Albani həmişə deyib, əməllər imandandır. Əməl, iman nədir? Sözdür, etiqaddır, düzdürmü? Əməldir. Bunu dəfələrlə deyib və deyib ki, təsəvvür olunmur ki, kimsə la ilahə illallah desin, heç bir əməl eləməsin. Bunun harası ircalıqdır? Harası murcialıqdır? Yəni, sən bunu Şeyx Albani haqqında biləndən sonra sənin Şeyx Fovzanın sözünü götürüb demək ki, Şeyx Fovzan ircalı və vallahi bu zülümdür, ədavətdir. Bu xainlikdir, hiləgərlikdir. Şeyxlərin sözlərini istifadə edib insanları azdırmaq lazım deyil. Bu sözü deyən adam hiləgərdir. Kimlər ki, bax, şeyxlərin belə sözlərini paylaşırlar. Onlar hiləgər adamlardır. Bəzilər deyir ki, biz nə edirik ki, biz alimin sözünü nəql edirik də. Belə deyənlər var. Deyirsən, qardaş, cahilin üzrlü məsələsi, bəsələr məsələ deyil. Qardaş, mən nə edirəm ki, mən misal üçün nə zalimlərin sözünü nəql edirəm də, burada nə var ki? Deyir, nəql eləmirsən, sən ondan sonra Şeyx Hüseymin sözünü nəql elə də. Bu məsələdə. Şeyx Albani sözünü niyə nəql eləmirsən ki? Yəni, Şeyx Fovzan, bəlkə alimdirsə, mən deyirəm ki, Şeyx Albani, vallahi Şeyx Fovzandan böyük alimdir. Mən bunu etiqad edirəm. Yəni, sən Fovzan deyib, səni aldatmasın, Şeyx Fovzan deyib, deməli məsələ bitdi, xeyr. Şeyx Fovzan vallahi başımın tacıdır, sevirəm. Onu sevməklə Allaha yaxınlaşım. Lakin deyirəm, bax, burada Şeyx xata edib. Sözü haqq deyil. Utanmadan nə hiləgərlik, tülkülük edirsən, Şeyx Fovzan sözünü paylaşsan. Nə bilim, məhcislərdə bu şeyləri danışırlar, insanları azdırırlar. Hərə çəki qırağa, bu məsələdə cahili üzr yoxdur, onlar müşriklərdir. Bunu çəki qırağa məhcisi bir tinində danışır. Siz kimsiz, qardaş? Siz kimsiz, qardaş? Kimsiz? Hamısı nə edir? Vacibatları yerinə yetirir, hələ müstəhəbləridir. Bir dənə namazı qılmır. Hökmü nədir? Nədir hökmü? Vallahi Şeyx Fovzana görə kafirdir. Adam namaz qılmır da kafirdir. Bəlkə deyirsə, əməllər imanın səhli üçün şərtdir. Bütün əməllər eləyir də, qardaş. Bir dənə namaza görə sən bunu təkfir edib kafir deyirsən. Şeyx Albani deyəndə ki, əməllər imanın kamil üçün şərtdir, kamillik üçün. Yəni, bu əməllərin demir ki, heç bir eləməsən, səndə yeni iman var. Yox, eləsi var, bəli, kamillik üçündür. Məz müstəhəb əməllər. Kamil iman sahibi olmazsa müstəhəbləri yeri yetir.
bütün vacibatları yerdən getir. Eləsə var ki, bəli, səhili üçün şərtdir. Qəlb əməlləri, la ilahe kəlməsini söyləməyin, ona etiqad eləməyin. Bəli, bu artıq səhili üçün şərtdir. Şeyx Alban bunun etiqadındadır. Sən yaxşı yerə yozla şeyxin sözünü. Cahilliyi üzr görməklə irca arasında, murciyəlik arasında heç bir əlaqə yoxdur. Bu insanlar əhl-i sünnədən kimlər ki, cəhaləti üzr görür, onları nədə ittiham edirlər, qardaşlar? Dedik ki, murciyəlikdə, ircada ittiham edirlər. Ki, bunlar murciyədir. Və biz də deyirik ki, şeyx deyir ki, biz də deyirik ki, yəni murciyəliklə cahilliyi üzr görmək arasında heç bir əlaqə yoxdur. Yəni, bunu sən necə əlaqələndirirsən? Hansı dəlilə görə? Əlində heç bir dəlilin də yoxdur. Lakin cəhaləti üzr görən insan deyir ki, məsələn, müəyyən bir şəxsi, yəni İslamı sabit olan müəyyən bir şəxsi mən təkfir etmirəm. Niyə görə? Çünki mən görürəm ki, cahilliyin onda olması onun təkfirinə bir maniyədir. Bir də belə bir şey var ki, məsələn, deyirsən ki, mən bu dünyada onun üçün deyirəm ki, axirətinə mən girişmirəm. Dəlil nədir? Dəlil deyəsən, Şeyx Abbaddan gətirirlər deyəsən. Dəlil, məsələn, Şeyx Abbad məncə filan şeyx belə edir. Söhbət dəlildən gedir. Belə bir varmı fətva? Görüş var, söhbət dəlil yoxdur. Dəlil yox. Bunun, yəni belə baxanda münafiqdir, kafirdir. Amma müamilə necə oldu? Müsəlman müamiləsi axirətdə cəhənnəm dibindədir. Amma əksinə yoxdur. Məsələn, deyir ki, mən burada kafir müamiləsi aparıram, amma axirətdə ola bilsin müsəlman olsun. Yəni, buna dəlil yoxdur. Bu bir əksinə var. Yoxsa alimlərdən neçəsində var, deyir ki, yəni axirət işinə biz qaçmırıq, qəlbləri Allah bilir, biz zahirinə görə götürürük ki, bu belədir. Amma üzrlü olmaması Allah qatındadır, onun üçün axirət işinə qaçmırıq. Üzrlü olmasın. Yox, ola bilər, görüşlər ola bilər. Söhbət dəlildən gedir də. Sən desən ki, məsələn, Allah Teala bizə nə buyurur? Deyir ki, "Və in tənaza'tum fi şeyin farudduhu ilallahi və rasul." Siz bir şey barəsində ixtilafa düşsəniz, onu Allaha və Rasuluna qaytarın. Amma biz də danışası olsa, desək ki, sən falan alim deyir, məncə falan alim deyir. İnanmam ki, o alimlər də ki, dəlilsiz danışsınlar. Elə olmur da, inanmıram. Mən, məsələn, bu alimdə mən deyirəm, inanmıram ki, dəlilsiz danışır, deyilmi? Və yaxud da sufidir, məsələn, sufi gətirir, məsəl üçün, böyük məzhəb alimlərindən deyir ki, belədir, mən də inanmıram ki, o dəlilsiz danışır. Biz deyik ki, xatadır. Niyə görə? Dəlilə müvafiq olmadığına görə. Dəlil ola bilər, bəzən dəlil var, amma dəlil yanlışdır. Yəni, insan şəhadət kəlməsini gətirdi, girdi İslama. Burada məsələlər var. Birincisi, insanın İslamı nə ilə bilinir? İnsanın İslamı necə sabit olur? Yəni, hər kəsə ehtiyac yoxdur ki, hər kəs şəhadət gətirsin, İslama girsin. Bəlkə insan İslamda doğulub böyüyüb. İslamda doğulub böyüyən insana şəhadət tələb olunmur. Kafir demə, müşrik demə, hətta hüccət çatdırmamış və deyir ki, yəni, görmürsən Allah Azze və Cəllə ki, وَاِنْ أَحَدٌ مِنَ الْمُشْرِكِينَ اسْتَجَارَكَ فَأَجِرْهُ حَتَّى يَسْمَعَ كَلَامَ اللّٰهِ İki müşriklərdən səndən biri səndən aman istəyərsə, macal istəyərsə, ona macal ver, aman ver, Allahın kəlamını dinləyənə qədər. Deyir, bax, Allahın kəlamını dinləməmişdən qabaq ona müşrik dedi. Deməli, hüccətə ehtiyac yoxdur müşrik demək üçün. Bu, onların gətirdiyi şübhədir. Kəsə də, tanıdığın kəs də, əgər müsəlman deyirsə, bax, biz nəyə görə deyirik, bizlə xavaricilərin fərqi nədir? Qədimdən bəri. Onlar ayırmayıblar. Onlar bir dənə zahirən görüblər ki, küfrə düşdü, deyiblər ki, kafirdir, vəssalam. Lap hətta soruşsan belə, insanda elm olmalıdır ki, sən təyin eləyəsən ki, bu təvillə düşüb, təvilsiz düşüb. Hər pirə gedən müşrik olur. Elə insan var, pirə gedir, pirini özündən istəyir. Elə insan var, pirə gedir, orada Allahdan istəyir. Sən amma hər pirə gedəni kafir deyirsən. Düzgün deyil. Orada gedir, şirk eləmir abi. Yazıq heç şirk eləmir. Gedir orada Allahdan istəyir. Elələri var. Soruşmuşuq, deyir ki, qardaşım, orada istəmirəm. Kimdir ki onu? Mən oraya yerəm, Allahdan istəyirəm. Yəni, demək olar ki, əksər bidət əhli bu problemə düşüb. Bunda sən gərək bir dənə bidət əhli qoymayasan, hamısına kafir deyəsən. Elə olmur axı, qardaş. Düzdür, yoxsa yox. Kəs küfrə düşürsə, bu feildir. Ona görə əhl-i sünnə həmişə feilə hökm verir, şəxsə yox.
Bax, Əhlüsünnə vəl Cəmaa feilə hökm veririk. Deyirik ki, bax, Allahdan qeyrisinə dua etmək nədir? Şirkdir. Allahdan qeyrisinə qurban kəsmək şirkdir. Allah, misal üçün, Allah Rəsulü sallallahu aleyhi ve selləmə, hətta demək ki, bir insan desə ki, Allah Rəsulü sallallahu aleyhi ve selləmin dinindən nəsə bir şey öhdəliyi yoxdur, bu şey küfürdür. Misal üçün, sufilərdə vardı o əqidə. Deyirlər ki, misal, övliyalar vacib deyil ki, onlara Allah Rəsulü sallallahu aleyhi ve selləmin dini ilə əməl eləsinlər. Necə ki, özü dəlil gətirdi Qurandan sənə. Necə ki, Xıdır deyib, Musanın dininə əməl eləmədi. Belə dəlil gətirirlər sənə. Biz deyirik ki, bu küfürdür. Amma hər küfrə düşən o demək deyil, kafirdir. Yəni, küfrə düşənlə o küfrün özünü ayır. Amma bunlar deyir, yox, ayırmırıq, deyir. Yəni, küfrə düşdü, kafirdir. Onda biz deyirik, Allah Rəsul belə eləməyib, baxın. Ey tövhid əhli, ayağa qalxın. Çünki həqiqətən də fəlakət ağır bir həddə çatıb. Dinə qarşı müharibənin alovu alışmışdı və cahil gəncliyin alovlandırdığı Nəciddə əkilmiş kalosintin acı budaqları və digərləri də Mədinədə fitnəyə səbəb olurlar. Və hər ölkədə onların buynuzları var. Şeyxin etibarlı dəvətinə qarşı çıxan, onların fəzilət əhlinə qarşı hilələri vardı. Gözəl rəftar və bəlağətli sözlərlə. Və onlar zənn edirlər ki, bu yol ilə gedirlər. İmamların mənhəc üzərində irəliyərək. İbn Cərcisin tələbələri artdılar və qəfil hücuma keçdilər. Onun prinsiplərini açıqca müdafiə etdilər və möhkəm təmələ söykənənlərin elmlərini tərk edirlər. Beləliklə, tövhid artıq İslam üçün şərt deyil və şirk əhli də onlar üçün həmçinin müsəlmandılar. Və irca onların arasında geniş yayılmışdı. Və zəlalətdə qədimdəkiləri ötüb keçmişdilər. Allah sizə yaxşılıq versin, fəzilətli şeyx. Bu sual verən deyir, böyük şirkə düşən bir kəs üzürlü sayılırmı? Xeyr, üzürlü olmaz. Böyük şirkdə olan kəs üzürlü sayılmır. Allah eləməsin. Böyük şirk insanı dindən çıxarır. Bəli. Qəbirlərə ibadət edənlər haqqında onların müsəlman olduqlarını deyir. Qəbirlərə ibadət edənlər barədə onlar müsəlmandırlar deyən kimsəyə sizin cavabınız nədir? Vallahi, bu miskindir, yazırdı. Mənə görə o indiyə qədər tövhidi anlamamışdı. O indiyə qədər tövhidi həqiqi mənası ilə anlamamışdı. O kəslər ki, qəbrə ibadət edənlərin kafir olmadığını deyirlər. Halbuki o, qəbirlərə ibadət edənlər, Allahdan qeyrisinə dua edərək, ey filan kəs, mənə kömək et, mənə lütfünlə yardım et, xəstəliyimi aradan qaldır, dəvətimə cavab ver, övladımı islah et, malımı artır və buna bənzər işlərdə heç şübhəsiz ki, bu xəta etmişdi, əqidəyə müxalif düşmüşdü və o kəslər ki, Quranda haqqında nazil olmuş müşriklərin etdiyi duaya dəvət etmişdi, bu sözüylə. Şeyximiz, qəbirlərə ibadət edənləri təkfir etməyən kimsə mürciələrdən sayılırmı? Bəli. Əhl-i sünnənin təkfirlə bağlı əqidəsinin batini ilə zahiri arasında ayrılmaz bağlılığın təsdiqinə əsaslandığını deyənin hökmü nədir? Yəni, hər kəs dindən çıxaran böyük əməli, küfrün zahiri əməlini etsə, bu küfr imanın batini küfrünü zəruri edər və ona dəlalət edər. Necə ki, Şeyx Hafiz Əl-Həkəmi Ələməs-Sünnə Əl-Mənşurada qeyd etmişdi. Başqa sözlə, o zahiri küfr, batini küfrlə ayrılmaz şəkildə bağlıdır və onu gərəkli edir. Bu söz doğrudur ya yox? Nə gərəklidir? Bu nə gərəklidir? Deyilə bilər ki, bu murciyələrin sözüdür. Həqiqətən, əməldən etiqadın gərəkli olaraq bağlanması,
Halbuki bir şəxs özü ilə başqa birisi arasında baş vermiş mübahisəyə görə Allahı və Rəsulunu söyə bilər. O, Allahı və Rəsulunu söyər, lakin bunu qəlbində etiqad etməz. Bununla belə, bu söyüş səbəbilə kafir olar. Allah eləməsin. Buna görə də insan qəlbində buna inanmasa belə kafir olar. Əgər Quranı ayaqları altında tapdalayarsa və ya ona nəcis bulaşdırarsa, kafirdir. Bu mühitdə bir şəxs Allaha hörmətsizlik əlaməti olaraq Quranı cırarsa və ya qəsdən onu ayaqları altında tapdalayarsa, yaxud ona nəcis bulaşdırarsa, kafirdir. Allaha söymək və Rəsula söymək insanı kafir edir. Allahla, onun kitabı və Rəsulu ilə istehza edən kafirdir. Bütə səcdə edən. Əgər bütə səcdə edən şəxs desə ki, mən başımı yalnız onun qarşısında hörmət üçün əydim. Buna görə də İbn Qayyim, Allah ona rəhmət etsin, bu məsələni müzakirə etmiş və demişdi. Şeyxlərinə səcdə edən sufilər haqqında deyilir ki, o kəslər ki, sufi şeyxlərindən bəziləri gəldikdə öz tabi olanlarına ona səcdə etmələrini və ya onun qarşısında rükü etmələrini tələb edirlər. Deyir ki, onlara, siz bunu necə doğru hesab edirsiniz deyildikdə, onlar belə cavab verirlər. Bu, yalnız şeyxin qarşısında hörmət və təvazükarlıq məqsədi ilə baş əyməkdir. İbn Qayyim belə cavab verdi. İstədiyiniz kimi çağırın. Bütə səcdə edən də sadəcə hörmət və təvazükarlıq üçün başını bütün qabağına qoyub. Məsələ burasındadır ki, bu mütləq şəkildə belə deyil, əməl ilə qəlb arasında ayrılmaz bir bağlılıq yoxdur. Əksinə, bunun belə olduğunu deyənlər murciələrdir. Onlar deyirlər ki, bütə səcdə etmək küfür deyil. Küfrün qəlbində olanın dəlilidir. Əgər kimsə Allaha və ya Peyğəmbərə söyərsə, onlar söyüşün küfr olmadığını deyirlər. Əksinə, bu qəlbdə olanın dəlili küfrün dəlilidir. Bütə səcdə edən kafir olmaz. Əksinə, küfrün dəlilidir. Bütə səcdə etmək özlüyündə küfür deyil. Əksinə, küfrün dəlilidir. Eləcə də Allahı söymək və Peyğəmbəri söymək küfür deyil. Bu sadəcə olaraq küfrün dəlilidir. Doğru olan isə budur ki, söyüşün özü küfür, bütə səcdə etmək isə küfürdür. Lazım olan əlaqə və küfrün qəlbə bağlanmasına gəlincə, bu murciənin mənhəcidir. Deyirlər ki, əməllər ilə qəlb arasında zəruri bir bağlılıq olmasa, küfr olmaz. Bəli, əvvəl də qeyd edildiyi kimi, küfr qəlbdə etiqadla olur, dillə deyilən sözlə də olur və əməllərlə də olur. Küfr isə bütə səcdə etmək kimi əməllərlə, küfr isə İslam dinindən üz döndərmək, tərk etmək və rədd etməklə olur. Allahın dinini öyrənmir və ona əməl etmir. Əgər Allahın dinini inkar edərsə, onu öyrənməzsə və Allaha ibadət etməzsə, bu inkarına görə kafir olar. Buna qəlbində etiqad etməsə belə, Uca Allah buyurur, Rəbbinin ayələri xatırladıldıqdan sonra, onlardan üz çevirən kimsədən daha zalım kim ola bilər? Biz, əlbəttə, günahkarlardan intiqam alarıq. Beləliklə, Allahın dinini öyrənməməklə, ona əməl etməməklə, rədd etmək, tərk etmək, ondan üz döndərmək, qəlbən inanmasa da küfürdür. Heç bir ayrılmaz bağlılıq yoxdur. Allahın dinindən üz döndərmək və ondan üz döndərmək küfr və zəlalətdir. Bütə səcdə etsə, qəlbən inanmasa belə küfr və zəlalətdir. Əgər Allahı söyərsə, Peyğəmbəri söyərsə, küfürdür. Əgər qəlbində küfrə etiqad edərsə, bu müstəqil bir küfürdür. Qəlbində küfrə inanmaq müstəqil bir küfürdür. Əzalarla küfrə əməl etmək müstəqil bir küfürdür. Dillə deyilən küfr müstəqil bir küfürdür. Allahın dinindən üz döndərmək, onu rədd etmək və onu tərk etmək müstəqil bir küfürdür. Bəli. Cəhalətə üzürlü sayılma məsələsi. Bu əsrin mürcələrinin daim təkrarladığı mövzudur. Bu əsrin cərcisləri, o, Davud ibn Cərcisin və onun kimlərinə tabi olanlar, həqiqətdə mənhəci, bu dini məhv etmək olan zəlalət imamlarındandır. Peyğəmbər sallallahu aleyhi və səlləm Qureyş kafirlərinə və başqalarına belə deyirdi, La ilahə illallah deyin. Lakin La ilahə illallahın haqqı vardır, onun şərtləri vardır. Buna görə də bunlar, bədəvlər, elm baxımından cahil olsalar da, bu azğınların anlamadıkları bir həqiqəti anlamışdılar. Bu əsrin mürcələrindən olan zəlalət imamlarının, hətta Peyğəmbər sallallahu aleyhi və səlləm əmsi yanına daxil olduqda ona belə dedi, La ilahə illallah de. Bu, Allah yanında sənin lehinə dəlil gətirəcəyin bir kəlmədir. O zaman küfür başçıları ona dedilər, sən Əbdülmüttəlibin dinindən üz çevirirsənmi? Onlar, La ilahə illallahın mənasının nə olduğunu anlayırdılar.
La ilahe illallah demək nə mənada şir ki? Mən onu yalnız dilimlə deyim. Amma onun tələb etdiklərinə əməl etməyim. Nə namaz qılım, nə də oruç tutum. Elə buna görə də onların bir çoxu daim bunu təkrarlayır ki, əməl imanın bir hissəsi deyil, yalnız kamillik şərtidir. Kamillik şərti. Yəni sanki sünnə kimidir. İstəsən yerinə yetirərsən, istəməsən yerinə yetirməzsən. Bu nə sözdür? Həqiqət budur ki, belə bir mənhəc çox təhlükəli bir mənhəcdir. Təhlükədir. Qorxulur ki, belə bir mənhəc insanı və ya zəlalət imamları belə bir mənhəc səbəbilə Şeyx Məhəmməd İbn Əbdülvahhabın dəvətini məhv etməyə və ona qarşı mübarizə aparmağa yönəltsin. Bu sual verən deyir ki, bəzi şirk əməllərinə yol verən müsəlmana qarşı nə vaxt hüccətin iqamə olunmasını, çatdırılmasını əsas götürürük və hüccət iqamə olunana qədər o təkfir olunmur deyirikmi? Əvvəla onun müsəlman adlandırılması şirkə düşdüyü halda doğru adlandırma deyil. O kəslər ki, böyük şirkə düşər, müsəlman adlandırılmaz. Biz ona müşrik deyirik. Amma əgər bu şirk, Allahdan başqasına and içmək, yaxud Allah və sən olmasaydın demək, buna bənzər digər ifadələr kimi kiçik şirkdirsə, bu müsəlmandır. Amma böyük şirkə düşən kəsə gəldikdə, biz onun müsəlman olduğunu demirik. Biz deyirik ki, o müşrikdir və əgər o, müsəlmanlar arasında yaşayırsa, Quranı eşidir, hədisləri eşidir və elm əhlinin sözlərini eşidirsə, cahilliyinə görə üzürlü sayılmaz. Və buna rəğmən həqiqəti qəbul etməyib, öz bildiyi hal üzrə davam edərsə, artıq onun heç bir dəlili və heç bir üzrü yoxdur. Ona qarşı hüccət iqamə olunmuşdur. Bəli, şirk aşkar olan məsələlərdəndir. Şirk gizli məsələlərdən deyildir. Şirk aşkar olan məsələlərdəndir. Allahdan qeyrisinə dua etmək, Allahdan qeyrisi üçün qurban kəsmək, Allahdan qeyrisi üçün nəzir demək, bunlar zahiri, aşkar məsələlərdir. Gizli deyillər. Bəli.